Bugünkü dərsimiz Fransa 19 və 20-ci əsrin əvvəllərinə mövzusudur. Başlayırıq. Fransada 1-ci imperiya dövrü, yəni 1804-1814-cü illəri əhatə eləyir. 1-ci imperiya dövrü 1804 və 1814-cü illəri əhatə eləyir. 1-ci Napoleon müharibələri dövründə 19-cu əsrin əvvəllərində Fransa formal olaraq respublika sayılırdı, lakin bütün hakimiyyət Napoleon Bonaparte'ın əlində cəmləşmişdi. 1804-cü ilin mayında Senat Napoleonu 1-ci Napoleon adı ilə imperator elan etmişdi və Fransada 1-ci respublika dövrü başa çatmışdı. Yəni 1804-cü ildə 1-ci imperiya dövrü yaranmışdı. İmperiya dövründə Napoleon öz hakimiyyətini gücləndirmək üçün bütün idarə etməni öz əlində cəmləşdirmişdi. Napoleon Bonaparte'ın yaratdığı idarə etmə sistemi diktatura səviyyəsinə çatırdı. Burjuaziya dövlətin idarə etməsində iştirak etmirdi. Onlar imperiyanın əsas dayağı hesab olunur. Onların hökumət ətrafında birləşdirmək üçün millətin birliyi ideyasını təbliğ olunurdu. İndi 1-ci imperiyanın daxili siyasətinə baxaq. Əvvəllər yerli özünü idarə etməyə qarşı aparılan tədbirlər davam etdirildi. Yerli idarə etmənin ləğv olunması ilə mərkəzləşmiş idarə sistemi yaradıldı. Antlı məhkəmələr ləğv olundu. Bütün məhkəmə orqanları hökumətdən asılı vəzifə salındı. Fransada hüquq sistemi təkmilləşdirilməsi istiqamətində tədbirlər görüldü. Qəbul edilmiş yeni qanunlara görə şəxsiyyətin toxunulmazlığı, vicdan azadlığı və bərabərlik hüququ rəsmiləşdirildi. Xüsusi mülkiyyət toxunulmazlığı elan olundu. Fəhlə ittifaqları və tətillər qadağan olundu. Fəhlələr öz sahibkarları münasibətdə hüquqsuz vəziyyətdə qaldılar. Fransa maliyyə vəziyyətinin yaxınlaşdırılması Napoleon hökumətinin qarşısında duran ən əsas məsələlərdən biri idi. Ümumi vergi artırılsa da iri kapitalar alınan vergilər azaldılmışdı. İndi 1-ci imperiyanın dövründəki xarici siyasətə baxaq. 18-ci əsrin sonu və 19-cu əsrin əvvəllərində Fransa Avropa dövlətlərinə qarşı fasiləsiz müharibə aparırdı. Məqsəd yeni əraziləri işğal etmək, Avropayı yaxın şərq, Afrika ərazilərində və Adriatik dənizi möhkəmləmək üçün dünyanın aparıcı rola malik olmaq idi. Fransanın bu məramlı siyasətinə qarşı İngiltərə, Rusiya, Avstriya başda olmaqla Avropa dövlətləri koalisiya təşkil etdilər və Fransa ilə koalisiya qüvvələri arasında qanlı döyüşlər baş verdi. Daha sonra baxırıq 1805-ci ilin oktyabrında Trafalgar dəniz döyüşündə İngiltərə donanması fransızları məğlub etdi və dünyanın ən güclü dəniz donanmasına malik olan İngiltərə məğlub edilə bilməyəcəyini anlayan Napoleon ona qarşı sonradan kontinental qita blokadası tətbiq etdi. Beləliklə 1-ci Napoleon dövlətləri arası münasibətdə Vestfaliya sülhündən sonra yaranmış status quo, yəni mövcud vəziyyətə son qoydu. Avstriyadan daha çox təhlükəyə gözlədiyinə görə 1-ci Napoleon əsas zərbəni ona qarşı yönəltdi və 1805-ci ilin dekabrında Viyana şəhərini tutdu. 1805-ci ilin dekabrında Austerlitz döyüşündə fransızlar Rusiya və Avstriya məğlub edərək 1806-cı ilin müqəddəs Roma imperiyasına rəsmi olaraq son qoydu və 1806-cı sonlarında 1-ci Napoleon Prusiya ordusunu məğlub edib Berlini tutdu. Həmin Prusiya ilə kontinental blokada dekret imzalandı. Bu dekretə görə Fransa imperiyası və ondan asılı olan ölkələr İngiltərə ticarət etmək hüququnu ləğv etdi, yəni qadağa qoyuldu. 1806-cı ildə Fransa İngiltərəyə qarşı tətbiq etdiyi qita blokadası İngiltərə iqtisadi cəhətdən zəifləməsinin planı baş tutmadı. Blokada Fransanın özünə və ondan asılı olan ölkələrə daha çox zərər verməyə başladı. Böhrandan əziyyət çəkən Avropa ölkələri fransız mallarını ixal etmirdi. Çünki Fransada istehsal olunan mallar İngilis mallarına nisbətən daha az keyfiyyətli idi və qita blokadası nəticəsində Fransanın iri liman şəhərlərinin fəaliyyəti pozulmuşdu. Buna görə də Fransa blokada siyasətini geri addım atmağa məcbur qaldı və İngiltərə ilə məhdud ticarət icazəsi verdi. Buna da səbəb həm də Fransadan asılı ölkələrin İngiltərə ciddi ticarət davam etdirmələri idi. 1-ci Napoleon hərbi strategiyası sürətə, hərəkətə və qələbə üçün qüvvələrini bir cəbhədə cəmləşdirməyə əsaslanırdı və 1807-ci ildə 1-ci Napoleon Rusiyanı məğlub edərək onunla tezit müqaviləsi imzalandı. Sülhün şərtlərə görə Fransa Avropa işğallarını tanıtdırır Rusiyaya, 19-cu əsrlərdəki olan işğallarını və Rusiya İngiltərəyə qarşı kontinental blokadaya qoşulur. İndi 1-ci imperiya institutuna və Viyana konqresinə baxaq. 1812-ci ildə 1-ci Napoleon Rusiyaya yürüyüş zamanı Borodino döyüşündə böyük itki verib geri çəkildi və Napoleon apardığı fasiləsiz müharibələr Fransada 1-ci imperiya süqutunu sürətləndirdi. Napoleon imperiyasının süqutu əsas başlanğıcı, yəni süqutun başlanğıcı bunlar idi. Fasiləsiz müharibələr ölkə iqtisadiyyatının zəiflətməsi və Fransa ordusunun Rusiyadakı məğlubiyyəti oldu. Aramsız müharibələr Fransa iqtisadiyyatını zəiflətmiş və xalqın narazılığına səbəb olmuşdu. Sənaye burjuyaziyası hökumətdən uzaqlaşmışdı. Vergilərin artırılması, işsizliklərin narazı qüvvələrin sayının artması və asılı ölkələrdə milli azadlıq hərəkatının güclənməsi 1-ci Napoleon işğalçı planlarına imperiyanın böhranına sürətləndirdi. Rusiya hücum etmək və Napoleon imperiyası məhvi demək idi. Rusiya hücum nəticəsində vahid ordunun sıradan çıxması ilə Fransanın müttəfiqlərinin ondan uzaqlaşmasına səbəb oldu. Bu zaman Avropa dövlətləri 1-ci Napoleona qarşı yeni koalisiya yaradaraq 1813-cü ilin oktyabrında Leipzig yaxınlığında xalqlar döyüşündə 1-ci Napoleon ordusunu məğlub etdilər və 1814-cü ilin martında Paris tutub 1-ci Napoleonu hakimiyyətdən uzaqlaşaraq əsir kimi Elba adasına sürgün etdilər. Fransada Burbonların hakimiyyəti bərpa olundu, belə ki Napoleon imperiyası süqut etdi. Napoleon üzərində qələbədən sonra Avropa dövlətləri Avstriyaya keçiriləcək Viyana konqresinə çağırıldılar və 1814-15-ci ildə keçirilən bu və bütün Avropa dövlətlərinin iştirakı ilə Viyana konqresinin məqsədi Napoleon müharibəsindən sonraki dövlətlər arası münasibətləri yenidən qaydaya salmaq idi və konqresdə aparıcı rolları İngiltərə, Rusiya, Avstriya və Prusiya oynayırdı. İndi Viyana konqresinin qərarlarına baxaq. Viyana konqresinin qərarı ilə Napoleondan geri alınan ərazilərdə etnik prinsip əsasında dövlətlərin yaradılması deyil, onun monarxiyalar arasında bölüşdürülməsi qaydası tətbiq olundu. Bu zaman Rusiya, Avstriya və İngiltərə bir sıra ərazilər əldə etdi. Bir də Rus çarı 1-ci Aleksandrın təklifi ilə müqəddəs ittifaq yaradıldı Osmanlıya qarşı.
Viyana Konqresinin qərarları dövlətlər üçün nəticələri bunlar idi. Fransa inqilabından əvvəlki sənədləri bərpa edildi. Rusiya Polşanın bir hissəsini öz tərkibinə qatdı, yəni ilhaq etdi. Prusiya Almaniya dövlətlərindən ibarət Alman İttifaqı konfederasiyası yaradıldı. Avstriya və Prusiya bu konfederasiyada əsas rol oynayırdı. İngiltərə isə Malta, Seylon və Afrikanın cənubunu ələ keçirtdi. Müqəddəs İsrail yaranmasının iki məqsədi var idi. Milli azadlıq və inqilabi hərəkatı boğmaq və Osmanlıya qarşı bir sıra müharibələr aparmaq. Bu ittifaq Avstriya, Prusiya, Rusiya əsas rol oynayırdı və İngiltərə bu ittifaqa daxil olmamışdı. Viyana Konqresindən sonra Avropa münasibətləri müntəzəm olaraq çağırılan konqres tənzimlənməyə başlandı. Hər hansı bir dövlətin digərinə təhlükə yaratmaması üçün güc tarazlığı və monarxiyaların hakimiyyətini qoruyan legitimlik, yəni qanuni əsasında dünya düzəni quruldu. 1815-ci martında Napoleon əsirlikdən qaçaraq Fransa hakimiyyəti yenidən ələ keçirdi, lakin müttəfiqlərlə həmin ildə baş verən döyüşdə, Vaterloo döyüşündə məğlub oldu və müqəddəs İran arasında sürgün olundu. Və 1848-49-da Fransada inqilabına baxaq, 2-ci respublikanın qurulması. 1847-də Fransada iqtisadi böhran başladı, fəhlələrin əmək haqqı azaldıldı, iqtisadi böhran sosial narazılığa səbəb oldu, etiraz hərəkatları gücləndi və siyasi tələblərin irəli sürülməsi yeni inqilaba başlanğıcı şərait yaratdı. 1848-də Fransa inqilabı nəticəsində ölkədə respublika elan edildi. Fransada 2-ci respublika dövrünə baxaq, 1852-ci il. Dövlət aparatı mühafizəçilərdən təmizləndi. 1848-ci payızda qəbul edilən Fransa konstitusiyasına əsasən qanunverici hakimiyyət 21 yaşdan yuxarı kişilər tərəfindən 3 il müddətinə seçilən bir orqan idi. İcra hakimiyyətinin başçısı olan prezident isə 3 il müddətinə seçilirdi. Prezident parlamenti buraxa və onun qərarını ləğv edə bilərdi. Respublikada keçirilən seçkilərdə Bonaparte sülaləsinin nümayəndəsi Louis Napoleon qalib gələrək prezident seçildi. 1849-cu ildə parlament öz işinə başladı və parlamentdə monarxiya tərəfdarı üstünlük təşkil edirdi. Hökumətin apardığı xarici siyasət respublika tərəfdarı ilə monarxiya tərəfdarı arasında ixtilafa səbəb olmuşdu. Fransa hökuməti Papanın dünyəvi hakimiyyətini bərpa etmək üçün konstitusiyaya zidd olan Romaya qoşun göndərdi. Louis Napoleon bu yolla katolik kilsənin etibarını qazanmaq, monarxiyanı bərpa etmək istəyirdi. Yaradılmış qarşılığından istifadə edən Louis Napoleon 1852-ci dövlət çevrilişi edərək 3-cü Napoleon adı ilə imperator elan olundu. Beləliklə Fransada 2-ci imperiya dövrü başlamış oldu. Daha sonra Fransa 2-ci imperiya dövründən danışaq. Burjaziyaya arxalanan 3-cü Napoleon Avropada hegemonluğa can atmağa və yeni müstəmləkələrə keçməyə çalışırdı. Bununla da imperator şahlığını düşmənlərini ölkə daxil problemi yayındırmaq istəyirdi. 3-cü Napoleona görə Rusiya Fransa'nın mövqeyinə möhkəmlənməsinə mane olur. Ona görə də Fransa Krım müharibəsində Osmanlı tərəfindən olmaqla Rusiyanın yaratdığı təhlükənin təsirini azaltmış oldu. Krım müharibəsinin nəticələrində Fransa Balkan ölkələri və yaxın şərqdə möhkəmlənməsinə kömək etdi. Fransanın müstəmləkə uğrunda mübarizəsi Afrika və uzaq şərqdə də gedirdi. Müharibələr çəkilən xəstələrin səbəbindən 19-cu əsr 60-cı illərinin ikinci yarısında Fransada baş vermiş iqtisadi böhran 2-ci imperiyanın dayaqlarını zəiflətdi. Almaniyanın birləşməsi prosesinə mane olmağa bacarmayan hökumət Burjuaziya tərəfindən kəskin narazılıqla qarşılandı və hökumətin yenidən inqilabi hərəkata başlaması, inqilabi hərəkatın qarşısını almaq və vahid qüdrətli Almaniya dövlətinin yaranmasına yol vermək üçün 1870-ci ildə Fransa Prusiya müharibə elan etdi. Prusiya ilk döyüşlərdə müharibəyə hazır olmayan Fransanı məğlub edib, əməliyyatı onun ərazisində keçirdi. Həmin sentyabrın ilk günlərində baş verən Sedan döyüşündə Prusiya ordusu başda 3-cü Napoleon olmaqla Fransa ordusunu məğlub edərək təslim olmağa məcbur etdi. Beləliklə müharibə Prusiyanın qələbəsi ilə başlasa və Sedan fəlakəti Fransa tarixinin ən ağır günlərindən biri hesab olunur. 2-ci imperiyanın ordusunun biabırçı məlumatı ümumi narazılığa səbəb oldu və üsyan nəticəsində 1870 sentyabrın 4-də Fransa 2-ci imperiyası dağıldı və xalqın tələbi respublika yaradıldı. Beləliklə Fransada 3-cü respublika quruldu. 1871-ci yanvarın 18-də Versalda Alman imperiyası ilə Almaniya ilə bağlanan müqavilə ilə Alman imperiyası yarandı və Fransa yeni hökuməti Alman imperiyası Versalda sülh bağladı. Versal sülhünə görə həmin dövrdə bağlanan Versal sülhünə görə Fransa Elzas və Lotharingiya vilayətlərini Almaniyaya verdi. Fransa Almaniyaya 5 milyon frank təzminat da ödədi. İndi Fransanın dövləşməsinə baxaq. 1792-1804 respublika, 1804-1814 birinci imperiya, 1814-1830 Burbonların bərpası, 1830-1848 biz burada deyəcəyik ki, belə deyək, yəni müəyyən bir keçid dövrüdür. Daha sonra 1848-ci 2-ci respublika, 1852-1872-ci imperiya və 1870-1940-cü respublika dövrü olacaqdır. İndi 20-ci əsrin əvvəlki Fransanın sosial-iqtisadi vəziyyətinə baxaq. Avtomobil kimi maşın qayma sahəsində daha çox inkişaf edildi. Kapital həcminə görə dünyada ikinci yeri tuturdu. Lakin sənayenin ümumi inkişafına görə ABŞ, Almaniya və İngiltərədən geri qalırdı. Fransada xırda və orta burjuaziya mənafeyinə müdafiə edən Radikallar Partiyası 1906-cı seçkidə qalib gələrək George Clemenceau'nun başçılığı ilə hökumət formalaşdırdı. Clemenceau'nun iri kapitalın imtiyazını məhdudlaşdıran möhkəm hakimiyyət siyasətinin də elə bu dövrdə olmuşdur. 20-ci əsrin əvvəlində Fransanın xarici siyasətində əsas vəzifə Almaniyaya qarşı yeritdiyi revanşizm, yəni əvəz çıxma siyasəti yeni müttəfiqlər tapmağa sövq etdi. Növbət dərslərimizdə də görəcəyik ki, yəni Antantanın qurulması da elə bu niyyət doğrultusunda olacaqdır. Xəritələrdə də gördüyümüz kimi Fransanın ərazisi buradır. Bu dövrdə baş verən döyüşlər və biz deyəcəyik Napoleon apardığı müharibələr belə, yəni burada qeyd olunub Avropanın çox hissəsində müharibə aparır. Ümidvaram dərs sizin üçün maraqlı və xeyirli olar.
Çox sağ olun.